Çok pissən. Salam. Məsuliyyətsizliklərimiz. O da ola bilər. Məsələn, mən heç vaxt nə Bakıda, nə də Çində zibil klokunu dəyişib, onun üstə klok qoyub, hətta zibil atmaq kimi bir işlər görməmişəm. Necə dəyişdirəcəyini də bilmirəm zibilini. Katılıyorum. Məsəl üçün yemək işin düzdür. Anlasam da professional aşpaz olsam Belə istot edirəm ki, yanından hər kartofu bir ədəd dəyir. O işləri o Məhəmməd işə Əli. başlıyorum. Məsələn- Çünki onun əli daha da olur. Məsələn, mən yenə kimi heç vaxt ev pul ödənişi, kommunal ödənişləri, bu şeylər heç birini heç vaxt eləməmişəm. Hardan olur, heç bir məlumatım da yox. Ev təmizliyini həmişə həyat yoldaşım. 95%. Tostu edirsən də. Hə, tostoranı mən edirəm. Düzdür şey, yer silməkdir, sonra pəncərələri silmək. Bilmək eləyim ki, Yalan deyir. Nasıl incirəsiniz? ortaqdakı həyat yoldaşımın paltarlarını həmişə özü yığır. Mənim paltarlarım da arada bir iki dənə olur, onlar da. Çok pissən. Tört-töküntünə həyat yoldaşım. Mən sadəcə Amma çox tökən biri də deyil. Dəyərli topluyub da. Yəni mən çox dağınıq bir insanım. Bir yerə hazırlaşanda hər şeyi tökürəm, amma Məhəmməd o çox səliqəlidir o barədə. Yəni tipik bir tərəzi bir cürdür yəni. Çünki mən heç vaxt harasa səyahət ediriksə, bilet hardan alınır, hardan gedəcəyik, hara gedəcəyik, əgər uzun səyahətlərdə söhbət gedir. Heç bir fikrim yoxdur. Yəni heç bir şeydən xəbərim olmur. ölkəni bilirsən. Hə, gedəcəyim ölkəni bilirəm ən azından. Paltarları heç vaxt yəni beynim görmürəm nə geyinəcəyik, nə geyinəcəm. Paltar giyinim, bugün nə giyinim çıxım, heç bir şəkildə düşünmür. Hər şeyi mən hazırlayıram ki, bunu geyinəcəksən, bunu geyinəcəksən. Ev paltarlarını bilirəm. Ev paltarlarını bilir. Bəzən onu da bilmirim. Çöldən gəldiyim paltarla evdə oturur. Mən gətirib verirəm ki, ev paltarıdır, bunu ev paltarını geyin. Unutuyorum. Hətta məsuliyyəti yoxdur ya başqa. Zibil atmaq falan başqa bir məsuliyyəti yoxdur. Nə var ya sənin başqa məsuliyyəti? Haqsızlıqdır bu. Məsələn mən heç vaxt büdcəmiz nə qədərdir, nə qədər pulumuz qalıb, bunlar bilmirəm və qətiyyən də bilmək istəmirəm. Mən əsəbləşirəm, öz pulumu belə bilmək istəmirəm ki, nə qədər qalıb. Yəni belə bir şey olsun istəmirəm. Məhəmməd isə hər şeyi hesablayır, xırdalığına qədər hər şeyi hesablayır da, yəni bu adam. Mən məsəl üçün hansı gün istirahət edəcəyik, hansı gün çöldə bacada dağa daşa çıxacaq, onları məsəl üçün bilmirəm. Nə deyirlər onu? Ona mən qərar Sürdər. verirəm. Ağa deyir sürdəriyə, sürdəriyə. Bu qədər, yəni. Bu qədər.